Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Krasny Seloda, yəni Qırmızı kənddə mənə deyilənə görə 3,8 sot torpaqda, bax 1 zal 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir deməli həyət ev satılır. Hal-hazırda mən deməli otaqlardan birini sizə göstərirəm. Bax 5-in 6-yadır, yox 5-in 5-ədir. Deməli yuxarıda bir balaca çatışmamazlıq var. Yəni bax bu cürdür, təmiri ortadır, polu taxtadır, möhkəm materialdır. Kombi sistemi çəkilib, ancaq aparatın mənə deyilənə görə aparatın özü işləmir. Hal-hazırda mən deməli küçədən giriş hissəsində yerləşirəm. Burada deməli piyada da, yəni maşın yolu deyil. Ancaq belə ayrı qapıdır. Bax həmin giriş yoludur. Asfalt yolun kənarıdır. 19 nömrəli marşrut çox yaxınlıqdan keçir. İndisə bax burada yenidən belə bir mini otaq var. Yəni hardasa 2,5-ın 3-ədir. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Buranın isə ölçüsü 4-ün 5-ədir. Bura ikinci otaqdır. Yenidən mən sizə polunu göstərim. Gördüyünüz kimi möhkəmdir. Yəni iki otaqlarda bir də ki deməli qapıdan giriş hissəsini görürsünüz. İndi isə zalına keçirəm. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. İndi isə mən sizə zalını göstərirəm. Badvalı var, ancaq deməli evin içərisindən keçmək mümkündür. İndi yenidən mən sizə deməli bax buranın ölçüsü hardasa 4-ün 7-yədir. Yəni bax bu cür böyükdür. Yenidən mən sizə zalını göstərirəm. Bura isə mətbəxidir. Bax deməli badvala keçmək üçün bax bu ərazini göstərdilər. İndi isə deməli mən sizə mətbəxini göstərirəm. Mətbəxin ölçüsü 2,5-ın 4-ədir. Bax belə bir həyət evinin qiyməti deməli 60.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə bağçasına keçirəm. Bax necə görürsünüz bu cürdə var. Kürsülüdür. Badvalı olmağı haqqında məlumat verdim. Yəni təkrar edirəm. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. İndi isə evin xarici görünüşünü bağça tərəfdən göstərirəm. Bax bu cürdür. Deməli məhəlləyə bax qarşıda gördüyünüz navesin alt hissəsindən gəlir. Qarşıda hamam deməli qarşıda yerləşir. Bax bu cürdür. Necə görürsünüz bu cürdə belədir. Deməli hər iki tərəfə, bir tərəfə maşın üçün, digər tərəfə isə piyada üçün bax giriş-çıxış qapıları var. Yenidən mən sizə bağçasını göstərirəm. Bax belə bir həyət evinin qiyməti deməli 60.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Təəssüf ki bax belədir. Yəqin ki bax da məlumatım yoxdur. Yəqin ki bax burada baseynsi var. Harsa 3 tonluqdur. 3 ton yox 6 tonluq. Burası hamamıdır. Bax hamamı necə görürsünüz bu cürdə var. Yenidən mən sizə hamamını göstərirəm. Balaca arasılıq var. Bax belə bir həyət evinin qiyməti 60.000 manatdır. Bildiyiniz kimi Krasny Seloda ancaq 19-13 nömrəli orta məktəb yerləşir. Bundan başqa. Onu da deyim ki, deməli 8 nömrəli marşrut təxminən 250 metrliyindən keçir. Ola bilər 200-250 metrliyindən. İndisə deməli mən sizə evin xarici görünüşünü göstərirəm. Bax necə görürsünüz bu cürdə var. Qiyməti 60.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.